hissəni. Ne edirik? 1, 2, 3, 4, 5, 7 sıra. Aranı sayırıq. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 ilmə buradan sayırıq. 2, 4, 6, 8. Bu da 9'uncu. Bu şekilde. 9 ilmə buradan sayırıq. Bir daha. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu şekilde saydık. 10-cu ilməni salırıq. 10-cu ilməni salırıq bura. Bu şekilde. 9 ilməni arada saxladıq bu hissə. 10-cu ilməni saldıq bura. Saldıq. Daha da sonra buradan normal şekilde devam edirik toxumağa. Bu şekilde. Hər birinin içindən bir ilmə çıxardaraq devam edirik. Gördüğünüz gibi bu şekilde. Belə. Bu aradaki ilmələrin sayıdır. Bir daha devam edirik. Hər birin düz şekilde. Burası sadə. Arxa hissəsini sadə. İstəsəniz naxışlıdır. Burada koyduğum kimi naxışda toxuyub iki tərəfi birləşdirə bilərsiniz. Mən bu şekilde toxudum. Bu formada. Deməli burada bu hissədə neçə dənə ilmə varsa, burada da ilmələrin sayı o kadar olur. Bu şekilde her birinin içinden, bu ilmelerin içinden, her birinin içinden düz şekilde çıkartarak devam edirik. Bu şekilde. Düz şekilde tokuyursunuz. Bu şekilde. Buradakileri bitirdik. Şimdi keçirik bura. Bu şekilde. Şimdi sayıram ilmeleri sayın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21. Bu şekilde. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 21. Neye göre burada azalma oldu? Çünkü bu iki kenarda biz azaltmalar elədik. Hem bu kenarda hem bu kenarda. Ona göre de bu arkadaki ilmələrimizin sayı öndeki ilmələrimizin sayından azdı. Burada mən artırma eləmədim başlayanda arxa tərəfə. Nəyə görə? Çünki bu ön tərəfdə naxışlar qoyulduğuna görə yığılmalar olur. Amma arxa tərəfi düz toxuduğuma görə burada heç bir yığılma olmur. Daha da gen olur. Çox bol qalmamaq üçün mən burada artırma, o azaltdığım ilmələri arxa tərəfdə artırmıram. Ona görə. Ama eğer naxışla toxuyası olsaydım, bu formada toxuyası olsaydım, arkada da ilmələrin sayı eyni olmalıydı.
İndi burada göreceğiniz kimi arxa ilə qabaq tam şəkildə uyğun gələcəkdir. Yəni heç bir azlıq olmur. Bu şəkildə deməli xanımlar, mən necə toxuyuramsa eyni ilə deməli arxa sıraya çatana qədər arxası ilə önünün ölçüsü bərabər olana qədər mən toxuduğum kimi düz şəkildə toxuyursunuz. Bu şəkildə toxuyursunuz. Burada ehtiyac yoxdur. Artıq sizin üçün mən haralar lazım olursa o hissələri kəsmədən hər birini düz şəkildə olduğu kimi göstərmək üçün sizə eyni ilə göstərməyə çalışdım. Əlimdən gələn qədər. Yəni burada da artıq belə düz şəkildə toxuyursunuz. Nə azaltma, nə artırma, nə naxış qoyma, heç bir şey etməyə ehtiyac yoxdur. Bu şəkildə. Bu şəkildə ilmələri bir-birinin içindən çıxardırsınız. Bu formada. İndi bax bu daha doğrusu bu şəkildədir. İndi bu şəkildə bura uzunluğu çatana qədər tam şəkildə toxuyursunuz. Bu qədər. Bura qədər dümdüz şəkildə sağa sola düz şəkildə toxuyaraq gedirsiniz. Daha sonra deməli istədiyimiz ölçüyə çatanda bu kənarlarını, bu hissəsini necə eləmək lazımdır. Daha sonra birlikdə davam elətdiririk. Bu sıranı da, arxa sıraları da toxudum, bitirdim bu şəkildə. Deməli, gördüyünüz kimi bu arxanı 2 sıra artıq toxudum qabaqdan. Arxası biraz yuxarıda olsa yaxşıdır. Bu şəkildə gəldik. Deməli, bərabər tutduq, gəldik, sona çatdı. Deməli, mən sayıram, sırasını sizin üçün sayım. Bu hissədən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 sıra. Arxa 18 sıradır. Qabaq sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 sıra. Deməli, arxa 18 və ya 19 sıra toxuyursunuz. Qabağı 17 sıra bu hissəsini. Ancaq bura qədər olan hissədir. Deməli, bu naxış bitən yerə qədər, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24 və 25 sıra. Bu çiyin hissəsinin bitən yerinə qədər 25 sıradır. 25 sıradan sonra deməli, bu arxa hissəsinin qoyulan yerinə qədər 1, 2, 3, 4, 5, 6, 7-ci sırada deməli, bu çiyin hissəsini qoyuruq. 7 sıra toxuyuruq bu şəkildə. Deməli, bu formada toxudum. İzahatı da verdim. Deməli, videonu diqqətlə izləsəniz, yəni ki, tam şəkildə açıqlama vermişəm. İndi bu hissədə qaldı. Bu ipi bura qədər. Deməli, burada dayanır. Burada çıxartmışıq. Deməli, indi nə edirik? Bu hissədən deməli, gəlirik. İndi
başlayırıq. Bir sırada çıxardıram. İndiki çıxartmam bütün kənarların deməli dairəvi şəkildə hər tərəfindən çıxaracağım. Ona görə də elə ipim qaldığı yerdən davam edirəm. Bu şəkildə. Geldi, sona çatdı. Deməli, indi künc hissəyə çatanda künc hissənin yaxşı alınmağı üçün oradan deməli 2 dənə çıxardarıq. Buradan birini çıxartdım. İndi sona çatdı. Gördüyünüz kimi. İndi buradan bir ilmə də çıxardıram. İndi bunu belə düz çıxartsam onda yaxşı alınmaz. Onda indi bunu belə eləyirəm. Üstdən alta doğru. Belə çıxardıram ki açılmalar olmasın. Bu şəkildə çıxartdım. İndi keçirəm kənar hissələrə. İndi kənardan da deməli buradan çıxartdım. İndi sırayla gördüyünüz kimi bu kənarıdır. Bu kənarından bir kənardan da bir çıxarda gedirik. Bu şəkildə. Deməli hər iki qanadın altından çıxardıram. Bu şəkildə gördüyünüz kimi yox belə ikisinin arasından bu şəkildə çıxardıram. Bu şəkildə gördüyünüz kimi hər birinin içindən bu şəkildə deməli bir neçəsini də göstərim sizə. Bax bu kənarıdır. Bu kənarından gördüyünüz bu hər ilmənin içindən bu şəkildə birini çıxardırsınız. Və bu şəkildə. Bu şəkildə buradan gəlirsiniz. Bu şəkildə gəlirsiniz. Bu küncə çatanda bu küncdən yenə də ikisini çıxardırsınız. Buradan da bir çıxarda gəlirsiniz. Bu küncdən də ikisini çıxardırsınız. Buradan da gəlirsiniz. Ta bura başladığımız yerə çatana qədər. Deməli hər künclərdən ikisini çıxardırsınız. Adi iplərdən də bir dənə çıxardırsınız. Ora gələnə qədər hər bir ilmənin içindən belə çıxardaq. Sonra davam edək. Bu şekilde. Bu şekilde çıkarırız. Böyle. Gösterdiğim kimi çıxardaq. Bir də hamla istəyirəm bir şey göstərim. Mən məsələn ipim burada bitdi. Bu ipi hissəsini əlavə eləmək üçün heç bilməyənlər var ki, məsələn bu ipi kəsirəm, ortasından bunun dikiş ipi var, onu səliqəli şəkildə kəsib uzadıram bu şəkildə. Deməli qalanları da eləyirəm. Daha sonra yeni ip əlavə eləmək üçün istəyir burada toxuduğumuz şəkildə olsun, harda bitirsə ipimiz əlavələri eləmək üçün deməli yeni ip götürürük. Yeni ipi uç hissəsini tapıram.
Deməli yeni ipi bu şəkildə. Bu hissəsi də uzun olmalıdır, bu hissəsi də. Bunları götürürəm bu şəkildə. Belə bir-birinə tam şəkildə, tam ara qalmamaq şərti ilə belə düyünləyirəm. Möhkəm də bağlayıram. 2 dəfə bağlayıram. Bu şəkildə. Daha sonra indi bunları burada aralarına eləyib tikirik. İğne sapla, eyni renkdə iğne sapla da bu şəkildə eləyib tikəndə heç bir sökülmə olmur. Bu şəkildə belə eləyirik. Daha sonra yeni ipi, ilmələri bu şəkildə davam elətdiririk. Sona qədər eləyək. Daha sonra bağlama formasını sizə göstərəcəm daha sonra. Belə. Deməli gəldik başladığımız yerə. Burada bir ilmə götürmüşdük. Ona görə də həmin yerdən deməli bir ilmə daha üstdən alta doğru eləyirəm ki bu şəkildə. Gördüyünüz kimi belə. İndi deməli burada bitti. Artırmalar elədiyimiz yer bitti. İndi kesmədən öncə deməli kesmədən öncə bunu üstdən alta eləmişdim. Bu şəkildə deməli bitirdiyimiz yol başladığımız yerdən bu şekilde birbirinin içinden çıkartarak ve böyle bağlayarak giydirik. Gördüğünüz gibi birbirinin içinden geçirterek bağlayarak giydirik. Her tarafını dört bir dövrəsini bu şekilde bağlayırıq. Bu şekilde. Şimdi ben gəlirəm. Bu bir kenarına göstereyim. 2 ilmə çıxartmışdıq. Həmin yeri göstereyim. Daha sonra deməli hər tərəfini bütün kenarlarını bitirdiğimiz yere kadar bu şekilde birbirinin içinden çıkartarak gelirik. Bak geldik künce. Gördüğünüz gibi burada 2 dənə ilməli. Gördüğünüz gibi. Deməli bunu da çıxartırıq içindən. Ve bunu da. Bunda bu kenarı yığılma olmur. Daha yaxşı görünür. Bu şekilde siz də belə eləyirsiniz və ta sona kadar bu şekilde birbirinin içinden çıkartarak çıkarttığımız ilmeleri bu şekilde sona kadar belə bu şekilde çıxardırıq, gəlirik. Deməli xanımlar, gəldik sona çatdıq. Burada deməli burada sonuncunu içindən çıxardırıq bu şekilde. İsteseniz bu sonuncudan bir ilmə daha çıxarda bilərsiniz. Bu şekilde mən kəsdim. Deməli belə eləyirəm. Bu şəkildə bunu belə eləyirəm. Bu ilməni də bunun içindən çıxardıram. Bu şəkildə və belə çıxardıram.
Elə eləyin ki, birbirindən fərqlənməsin kənarlar. Hər kənar eyni olsun. Bu şəkildə daha sonra bunu bu kənarlardan çıxardaraq bunu deməli öz rəngində olan iynə sapla tikirik. Bu şəkildə burada birləşdiririk. Onun kimi başqa yerlərdə də məsələn burada bağladığım, düyünlədiyim belə bu şəkildə aralarından keçirdərək daha sonra bunu da iynə sapla deməli tikirik. Bunların hamısını daha sonra mən tikəcəm. Siz də mənim elədiyim kimi eləyin. Bu şəkildə. Burada tikmək lazımdır. Tikmədən də olar, amma tikilsə daha yaxşı olar. Səliqəli olar. Bu şəkildə deməli o mən xanımlar kənarlarını bitirdik. İndi sıra gəldi yaxa hissəsinə. Yaxa hissəsini bu şəkildə açıram. Bu şəkildə açdım. Və burada əvvəllə arxanın arasında olan yer var. Mən oradan başlayıram. Deməli ilmələr çıxardıram. Deməli bu şəkildə baxıram burayla buranın arasında bu şəkildə. İstəsəniz siz sancaq da vura bilərsiniz. Mən bunu buradan çıxardıram ki burada hardan başladığımız bilinsin. Bu şəkildə hər bir ilmənin içindən bir ilmə çıxardıram. Hər ilmənin içindən deməli bu şəkildə bir ilmə çıxardıram. İlmələrin arasından bu şəkildə çıxardıram. Bu şəkildə deməli gəlirəm. Bu hissəyə qədər gəlirəm. Deməli gəldim. Gördüyünüz kimi buradan çıxardacağım. Bu hissədən demək burada tərs hissə var, künc hissə. Buradan çıxartmayacağım. Bir buradan çıxardacağım, bir də keçib buradan çıxardacağım. Deməli buradan çıxardıram və keçirəm bu hissəyə. Bu hissədə də hər iki qanadın altından çıxardıram. Bu ön hissəsi səliqəli görünmək üçün. Yəni ki bir qanadından yox, hər iki qanadından çıxardıram. Bu şəkildə hər iki qanadından çıxardıram. Gördüyünüz kimi hər iki qanadından elə götürürəm iki qanadını da. Bir qanadını yox, hər iki qanadını. Bu şəkildə hər iki qanadın içindən çıxardıram. Gəlirəm. Bu küncündə də, bu hissəsində də elədiyim kimi əvvəlki yerdə burada bu tərs olan yer var. Tərs olan yerdən çıxartmayacağım. Deməli buradan çıxardıram. Bu tərsdən çıxartmıram. Bunu çıxartdım. Bu hissədən buradan çıxartmıram. Bir də keçirəm, buradan çıxardıram. Bu şəkildə. Deməli bu da qalır. Bir də buradan çıxardıram. Bu şəkildə elədim. Daha sonra yenə də
şəkildə. Deməli, bir də keçirik tək qanadların arasından yenə də çıxardırıq. Bu ön hissədə belə çıxartdım ki, hər iki qanaddan burada səliqəli görünsün. Daha sonra gəlirəm. Bu hissəni də eləyirəm. Gəlib bir də bu kənara gələndə burada bu küşdən çıxartmayacağım. Bir də bu küşdən çıxartmayacağım. Bu şəkildə gəlirik. Gəlirəm. Arada çalışın ki ilmələri qaçırmayın. Diqqətli olun. Şəkildə gəlirik. Gəldik, küncə çatdıq. Bu küncdən keçirik bura. İlmələrin hər birinin içindən yenə də çıxardırıq bu şəkildə. Ve gördüğünüz gibi burada bu hissələrdən çıxardırıq. Bu hissədən çıxardırıq. Tam dikişin altından salırıq ki bu şekilde geldik. Yine de bu küncə çatırıq. Bu küncdən, tam küncdən. Ve gördüğünüz gibi burada bundan çıkarttım. Bu küncdəkindən çıxartmayacağım. Tam küncdəkindən çıxartmıram. Tam küçtekinden çıkartmıram, ondan yukarıkinden çıkartıram. Bu küçler qalır bu hissə. Daha sonra gəlirəm, tam başladığım yerə çatıram. Çıxardaraq gəlirəm ora qədər. Bir də çalışın ki arada ilmələr qalmasın. İlmələriniz qalanda gördüğünüz gibi başladığımız yer ipi belə çıxartmışam ki burada üstə qalsın, bilinsin. İndi burada ne edirik biz? Bütün ilmələri düz şəkildə çıxartdıq. İndi buradan sonra bir ters bir düz toxuyuruq. İndi sıra geldi. Birincini düz toxuyuruq. Düz çıxartdıq. İkincini ters toxuyuram. Üçüncünü düz toxuyuram. Gördüğünüz gibi dördüncünü arkadan öne öndən arkaya çıxardıram. Bu şekilde arkadan öne, öndən arkaya, arkadan öne, bu şekilde. Öndən
arxaya. Gəlib indi çatdıq bu küncə. Bu küncdə indi belə eləyirik. Bu hissədə bir azaltma da eləyirik. Deməli, bununla burayla buranı belə qoyuram üst-üstə, gördüyünüz kimi. Qoydum üst-üstə, arxadan önə elədim. İndi düz şəkildə birini elədim. Sonra birində arxadan önə elədim. Bunu öndən arxaya eləyirəm. Daha sonra sıradakini arxadan önə, sıradakini öndən arxaya, sıradakini arxadan önə, bir düz, bir tərs oxuyuruq. Bak, bu tərsdir. Öndən arxaya gedir. Bu düzdür. Bu tərsdir. Gördüyünüz kimi tərsdir. Bu düzdür. Şimdi gəlirik yenə də. Bax, gördüyünüz kimi gəldik küncə. Bu künc hissədə bununla bunu yenə də qoyuram üst-üstə. Gəldik küncə çatdıq. Bu hissəyə gəlib çatdıq. Bu şəkildə. Bunu qoyuram və düz şəkildə qoyuram və düz şəkildə toxuyuram. Gördüyünüz kimi düz toxudum. Bunu öndən arxaya doğru aparıram. Gördüyünüz kimi belə. Bu şəkildə elədim. Öndən arxaya aranı kəsmədən eləyirəm ki bir tərs, bir düz. Tərs elədim. İndi bunu düz eləyirəm. Bunu tərs eləyirəm. Sıradakini düz eləyirəm. Sıradakini tərs eləyirəm. Sıradakini düz eləyirəm. Bir tərs, bir düz. Düz elədim. İndi burada tərs eləyirəm. Burada düz eləyirəm. Burada tərs eləyirəm. Burada düz eləyirəm. İndi gəlirik arxa hissəyə. Arxa hissədə də deməli yenirik. Gəlib çatdıq arxaya. Arxada da deməli birini tərs elədik. Burada da bir dənə azaltma eləyirik. Azaltma eləyirik, düz eləyirik. Bunu düz toxuyuruq. Bir də tərs eləyirik, düz eləyirik. Tərs eləyirik, düz eləyirik. Tərs eləyirik, düz eləyirik. Gəlirik, indi bu küncə çatırıq yenə də. Bu küncə çatanda yenə də bununla bunu qoyuruq üst-üstə. Tərs toxuduq. İndi bunu qoyuruq üst-üstə. Bunu düz toxuyacağıq. Düz toxuduq. Bu şəkildə. Daha sonra tərs toxuyuruq. Düz toxuyuruq.
ters, düz, geldik başladığımız yere. Burada məndə 2 düz yan yana alındı. Ona heç bir problemi yoxdur. Bunda yenə də çünki başladığımı mən düz başlamışdım. Yenə düz başlayıram. İndi bir sıra daha ters düz toxuyuruq. Bax düz oldu burada. İndi yenə də bax görsəz tersi ters toxuyuruq. Düzü də düz toxuyuruq. Bax sırada tersdir. Bunu ters toxuyuram. Sonra bunun sırasında düzdür. Bunu düz toxuyuram. Sırada tersdir. Ters toxuyuram. Sırada düzdür. Sırada tersdir. Bu şekilde. İpi arxaya atıram. Tersi toxudum. İndi mən bir daha baxıram. Əgər ehtiyac olarsa bir dənə daha azaltma eləyirəm. Əgər ehtiyac yoxdursa, indi siz uşağınızın bu çiyin hissəsidir, sinə hissəsidir. Bunları geyindirib baxırsınız, əgər uşağınız yanındadırsa. Ona uyğun, əgər ehtiyac yoxdursa azaltma eləmirsiniz. Amma ehtiyac varsa azaltma eləyirsiniz. İndi mən bir azaltma daha eləyəcəm. Baxıram. Bu şəkildə. Mən bu şəkildə burada eləyəcəm azaltmanı. Deməli, bu ikisini qoyuram üst-üstə. Burada bir dənə azaltma eləyirəm. Burada bir azaltma eləyirəm. Əgər yenə də deyirəm, siz də baxırsınız. ehtiyac yoxdursa azaltma eləmirsiniz. Azaltma eləyəndə məsələn mən burada məndə 2 dənə yan yana düz çıxdı. Düz eləyirəm. Daha sonra yenə də düzü düz eləyirəm. Tərsi tərs eləyirəm. Yəni qaydanı pozmuram. Burada amma 2 dənə yan yana düz çıxdı. Onlar ola bilər. Çünki mən birləşdirmə elədim ona görə. Tərs, düz, tərs, düz. Tərs, düz. İndi mən burada baxıram. Mən burada bir də tərsinə düzü birləşdirirəm. Burada necə eləmişdim? Burada da elə eləyirəm. Ya da bundan bunu eləyə bilərəm. Bundan bunu birləşdirirəm. Tərsi toxudum. İndi sıra düzdədir. Düzü toxuyuram. Bundan sonra mənə elə gəlir ki, bilmirəm, azaltmaya ehtiyac yoxdur artıq. Mən azaltma eləmə fikrində yox deyiləm. İndi burada yenə də 2 düz yan yana gəldi. Yəni ki, bunu qarışdırmayın. Əgər mən burada tərs ilə düzü birləşdirirəmsə, düz toxuyuramsa, ondan narahat olmayın. Elə düzü düz toxuyun. Yanındakilərdə qarışıqlıq olmasın. 2 düz yan yana ola bilər. Burada yenə də tərs toxuyuram. Burada düzü düz toxuyuram. Mən aranı kəsmədən elədim ki, burada biraz sizə qarışıqlıq olmasın. Tərsi tərs, düzü düz. Düz düz, tərs tərs. Burada nəsə bu şekilde ters, düz, ters,
düz. Ve bilinir. Ters de bilinir, düz de tokunuşundan bilinir. Karıştırmak burada ikinci sırada artık bence karışıklık olmayacaktı. Bu şekilde sona kadar gelek. Biraz videomuz uzun çekse de iyi bir yoktu. Bu şekilde geldi, artık sona çattık. Bak, gördünüz, geldik, bitti. Ve ipimiz olduğu yere geldik. Gelip çattık. Şimdi ben ipim buradadır. Bak, ipim buradadır. İpim hansındadır? Bunda. Deməli, başladığımda yox, ondan əvvəlkində saxlayıram. Artıq saxladım. Başladığımda ip buradadır. Üstə çıxartdım ki, sizin üçün də aydın olsun. İndi mən buradan başlayaraq bağlayıram. Birincini, ikincini birincinin içine salıram. Üçüncünü ikincinin içine salıram. Bu şekilde mən indi bu sıranı bağlayıram. Bu şekilde. Gördüğünüz gibi. Dikkatli olun. Ters toxunanlar altda qala bilər, arada qala bilər. Ona diqqət yetirin. Çünkü o katlanır tersler alta. Ona göre de biraz dikkatli olun. Bu şekilde. Birbirinin içinden çıkararak gedirik. Yine de dediğim gibi eğer isteseniz 2 sıra yok 3 sırada toxuyabilirsiniz. Eğer küçük gelirse bir sırayla kifayetlenebilirsiniz. İndi o sizin özünüzden asılıdır. Bu şekilde ben eləyim. Baxaq, ola bilər ki, mən indi eləyim. Sonra mənim xoşuma gəlməsin. Mən bunu söküm təzdən azaltma və yaxud da artırma eləyim. O heç bir problemi yoxdur. Açırsan, artıq ilmələri açırsan. Bu şekilde. Dikkatli olun. Terse düze dikkat yetirin. Altta kalmasın. Bu şekilde. Görək. Necə alındı. Deməli bu hazırladığım mən bu dediyim kimi 5 yaş üçündür, 4-5 yaş üçündür. Ancaq sizin uşağınızın böyüklüyündən də asılı ola bilər. Ola bilər ki, məsələn, sizin uşağınız daha belə kilolu olsun, çəkisi artıq olsun. Onun üçün kiçik ola bilər. Ola bilər ki,
6-7 yaşlı uşağa da giyindirmək olsun. Yəni ki, o uşağın böyüklüyündən də asılıdır. Ancaq belə orta götürəndə 4-5 yaşlı uşağa bunu giyindirmək olur. Bu şəkildə gəldik, sona çatdıq, bitirdik. Bu şəkildə deməli biz burada ilməmizi kəsirik. İpimizin artıq hissəsini kəsirik. Gördüyünüz kimi burada bitdi. Axırıncı salırıq axırıncıya, bitdi. İndi bunun artıq hissəsini mən kəsirəm. Bunun ortasından kəsib böyüdürəm. Bu şəkildə. Gördüyünüz kimi. Deməli, bu başlanğıcı idi. Gördüyünüz kimi bu ip. Bunu artıq keçirdirəm arxaya. Bu əvvəlki başlanğıcı. Deməli, bu ilmənin içindən bunu çıxardıram. Bu bitti. Artıq buradan bundan sonrakına keçirdirəm. Alt hissəsindən keçirdim. Və gördüyünüz kimi və gəlirəm. Buradan çıxardıram. Bu şəkildə. Və bunu buradan keçirdib daha sonra tikirəm. Yəni ki, burada bu şəkildə olacaq. Gördüyünüz gibi bu şekilde jiletimiz hazır. Belə. Mənə elə gəlir ki, bu qədər boyundan başdan rahatlıqla keçər. Ona görə də mən burada deməli heç bir azaltma, artırma eləmirəm. Bu şekilde saxlayıram. Bu şekilde. Kenarlarını da bağlayaq. Daha sonra kenarlarını da iplərini düzəldək, tikək. Bitti. Bu qədər. Jiletimizin kenarını bu şekilde hazırlamaq üçün deməli neyləyirik? 2 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22 ədəd belə kəsib bu hissə götürürük və bunu hazırlayırıq. Deməli, ikincini birincinin içindən keçirdim, üçüncünü ikincinin içindən keçirdim. Bu şəkildə hazırlayıram. Bundan 4 ədəd hazırlayırıq. Eyni ölçüdə. Deməli, ya 20 ya 22 ədəd götürürük. 4 ilməli, 20-22 ilməli 4 ədəd götürürük. Bu şəkildə hazırlayırıq və bu kənarlarına bağlamaq üçün bu şəkildə deməli bunu hazırlayandan sonra kenarında deməli təxmini götürürük bir ölçü təxminən bir ölçü götürürük. Necə? Ya uşağımız yanımızda, uşağımız üçün hazırlayırıqsa uşağın əyninə götürürük. Elə işarələyirik və yaxud da ki, məsələn, mən götürdüyüm bir qarışdı. Daha rahat sizə olmaq üçün bir qarışdı. Belə götürdüm, buradan keçirdim. İndi mən birini saxladım sizinlə bərabər keçirmək üçün. Deməli, buradan da bir qarış götürürük.
daha doğrusu bir hissədən götürəndən sonra mən eyni ölçüdən gəlirəm. Burada hansı istiqamətdədirsə, burada da eyni istiqamətdə onu hazırlayıram. Daha sonra onun altındakindən da tuturam, altı üst tuturam bu şekilde. Tam şekilde buradan keçirdirəm. Böyle keçirdirəm. Keçirdim. Keçirəndən sonra da daha sonra bunun içindən, bu ilmənin içindən keçirirəm ki, daha möhkəm olsun. Belə. Belə şəkildə keçirdim. Daha sonra bir-iki yerdən də belə eləyirəm. Eləyəndən sonra demək, daha sonra burada eyni renkdə iğne sapla burada tikirəm. Tikirəm. Onda hiçbir təhlükəsi olmur. Yəni açılma, qırılma, elə bir şeyler olmur. Bu şekilde. Bu şekilde düzeldirəm və hazırdır. Belə. Deməli, əgər bu jiletimizi bəyəndinizsə, like etmeyi, beğenmeyi unutmayın. Abone olmayı unutmayın. Bildirimleri aktif etseniz el işimden ilk siz haberdar olarsınız. Yeni bir el işimde görüşmek ümidiyle. Hələlik.